Qardabani Bələdiyyəsinin Nəzərli kəndində sayılıb seçilən el ağsaqqallarından Nəriman Namazoğlu Aslanovla vida mərasimi keçirilib. Tədbirdə kənd sakinləri, müxtəlif bölgələrdən gəlmiş ziyalılar və mərhumun ailə üzvləri iştirak ediblər. Vida mərasimində çıxış edən şair Lətif Ağaoğlu Nəriman Namazoğlunun ömür yolu barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Nəriman Aslanov 1941-ci ildə Alaxançaloğlu nəslində Namaz Aslanovun ailəsində dünyaya göz açıb. Dövrün çətinliklərinə baxmayaraq, o, Azərbaycanda ali təhsil alıb. Uzun illər müxtəlif savxozlarda ixtisası üzrə vəzifələrdə, 1991-ci ildən 2004-cü ildə isə Qardabanidə yerli özünü idarə etmə orqanlarında xidmət göstərib. Digər çıxış edənlər də mərhumun el obasına bağlılığından, vətən, millət sevgisindən və xeyriyyəçilik fəaliyyətlərindən danışıblar. Nəriman ali savadlı elmizin obamızın mütəxəssisidir. O, Azərbaycan Dövlət Xalq Sərvətini tutarıb və heç bir tərəfdə çalışmamaq niyyətinlə elmizin, obamızın sevgisi, həvəsi onu çəkib elimiz obamıza gəlmişdir və elə cavan vaxtının elin obanın da xidmətində olub, elin obanın içindən çıxmayıb, yəni elin içində, obanın içində pişmiş bir kadrdır. Onun evlatlarına, onun yaxınlarına, qohumlarına, dostlarına, istədiklərinə mən öz dilimdə gəlmədiyimə baş sağlığımı verirəm xalqımız adından, Nazarı xalqının adından, Borçalı xalqının adından. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Nəriman əminin ailəsi, şəxsiyyəti, ümumiyyətlə Alaxançılar nəsli mənim üçün doğma insanlardır. Həmişə bu nəslin övladlarından, Göyçə müəllimlə, Arif qardaşımla çox isti münasibətlərim olub və həmişə bizim yetkilərimiz olub bir-birimizə. Mən çox kədərləndim ki, Nəriman əmi dünyasını dəyişib. Allah rəhmət eləsin, Nəriman əmi həqiqətən xalq adamı idi, el adamı idi, elin içində idi, uzun müddət Nəzərli elinin rəhbərlərindən biri olub, el obaya böyük rəhmət olub, səmimi bir insan idi. Həmişə insanlara yardım eləməli, insanların yanında olmaq istəyərdi, insanpərvər bir insan idi və mən ona Allahdan rəhmət diləyirəm. Bu gözəl gündə bizim inancımıza görə dünyasını dəyişən insanlara sorğu-sual yoxdur. Məkanı cənnət olsun, roşad olsun, doğmalarının başı sağ olsun. Mən baş sağlığı verirəm bu elə bu obaya və arzu edirəm ki, vaxtsız itkilərimiz olmasın, geri yanışıq olsun Nəriman əmin. Nəriman kişinin əvəz olunmaz bir insandır, qonşuluqda, qohumluqda, el oğulluqda. Bunu hər bir kimdən xəbər alsan, bu 100% bu belədir. Hər şeydə nə qədər işlər düzəlmir, onun üzərində onun ağsaqqal olur. Şəxsən mənlə baravar olur, onunla baravar olmuşum. Nəriman belə bir insan idi. Nəriman əvəz olunmaz bir insan idi. Qəbrinin onda olsun, onu istəyənlərin qəbrində həmişə yaşayacaqdır. Mən onunla uzun müddət savxozda baravar işləmişəm. İkimizin də kənd bilərik, yaxşılığımızı da, pisliyimizi də. Mən Nərimanın haqqında həmişə yaxşı danışaram, yaxşı söhbət eləyərəm. İndi də Allah rəhmət eləsin, haqq dünyasındadır. Məlumat üçün onu da bildirək ki, Nəriman Namazoğlu Aslanov 2026-cı il fevral ayının 25-də dünyasını dəyişib. Mərhum Nəzərli kənd qəbristanlığında dəfn edilib.